Mündür Zaboru. Düşdülər, qapını açdılar. Sonra kondisionere, hamısını evdən kondisionerdə var, getdilər qapının ağzına. Qapının ağzına gətirəndən sonra mən qapının ağzına rejör, qapının ağzına kömək elədim, maşını yığmalı. Yığılıb maşını götürdü yaparıq. Girdik öyle kondisionerlərə, mən bayırda dayandım, kondisionerlərə yığıldılar bayırdan da məni çağırdılar, girdim içəri, yüklədim, maşını götürdük, gəldik. İstintaq saxlanılan şəxslərin digər cinayətlərini araşdırır. Qeyd edək ki, Elnur Kərimovla Etibar Baxşizadə əvvəllər dəfələrlə məhkum olunublar. ...2010-cu il dekabrın 12-si günorta saatlarında Daşkəsən rayon Quşçu kənd sakini 43 yaşlı Əskər Süleymanovun öldürülməsi barədə polis şöbəsinə məlumat verilib. Bu cinayəti